Bakıda polisin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən kanalımıza bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum edilmiş Salih Valiyovun saxlanılması zamanı onunla birlikdə olan əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov Balta ilə polis əməkdaşlarına müqavimət göstərib. Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə Aslanov saxlanılıb, o xəstəxanaya yerləşdirilib. Valiyov isə istintaqa təhvil verilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb, məlumatda deyilir. Xəzər dənizində zəlzələ olub. Bildirilib ki, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin gücü 3,2 bal olub. Zəlzələnin ocağı isə 20 km dərinlikdə yerləşib deyə məlumatda açıqlanıb.